Salamünaleyküm. Salamünaleyküm kardeşim. Mən bildiyimə görə əsas postlardan biri budur da. Ermənilərlə elə təxminən üzbəyüz. En yüksek zirvemizdir bura. Evet, sağ ol. Yani hardasa demək istəyirəm bu yüksek zirvədən canavar kimi öz rəqibimizi gözləyirik. Vəziyyət necədir? Vəziyyətimiz püslüyor qardaş. Hardasa demək olar ki, çox adam, xalqımız çəkinirlər, qorxurlar, qorxmasınlar. Ona görə ki, hələlik biz uduzmamışıq. Həmişə hər bir döyüşdə qalib çalmışıq. Ona görə də çəkinmək lazım deyil. Cəmaatımız ruhdan düşməməlidir. Çünki əsl xalqın oğlanları bugün özünü tanıdıqlar. Əsl xalqın oğlanları bu xalqı qoruya bilirlər. Zərəbət, indi açıram, erməni hiss eləyir ki, doğrudan da bizim uşaqlar var, postlarımız var və s. və s. Tamamilə demək olar ki, hər yerdə danışılan söhbətdir ki, bu yüksək zirvəni tutmuş bu bozqurtlar deyən dəstə, Kərbəlayının, Qəmlonun bozqurtları heç vaxt uduzmurlar və ermənilərin daxilini bir vəlvələ salmışlar. Ona görə də biz onlardan qorxmuruq, amma onlar bizdən çox çəkinirlər. Hər bir danışıqlarda deyirlər ki, bu dəstənin əlindən biz bezmişik, bizi sıxışdırırlar, bizi neynirlər. Ona görə ki, biz ancaq bizə şey var, Ulu Tanrımızdan kömək istəyirik, Ulu Tanrımız bizə yar olsun ki, ola bizim torpağımıza soxulmasın. Əgər bizim torpağımıza soxulsalar, axırıncı o döyüşçülərimizin komandasından sonra deməli biz oraya hücuma keçməliyik, bir yer düşsə, zəlil eləməli olar. Sonra bu sizin ki, indi bu post var, biz dayandığımız yer, bu təpədir də. Deyirib, bu təpə elə ermənilərin təpəsi olub da. Bura demək olar ki, bu təpə həmişə bizim üçün çox qorxuluydu. Onlar bura hər bir sursatını yığırdılar, topunu mu, tüfəngini mi, onların bayevlikləri birbaşa buradan hücuma keçəndə bizim kənd çox təntiyirdi. Ona görə ki, bura çox yüksək zirvədir və nəhayət bu bozqurtlar deyilən dəstə bu zirvəni ala bildik. Və canavar kimi öz rəqibimizi bu zirvədən hasanla görə bilirik. Neçə yaşın var? Mənim? 15 yaşım var mənim. 15 yaşım var. Bu avtomatı ha vaxtdan da əlindədir? Avtomatım 3 aydır məndədir avtomat. 3 aydır atışıram. Kəndim elə olsayam. Öz kəndimizdən. Hansı kənddən? Əlbəyərdə. Bu nədir? Bu onların avtomasınlar yatırır. Göydə bunu vurup avtomatı qəlpələr töküldü bura. Bu nə hansı nərətdə? Alavandır? Kristaldır. Kristaldır. Göydə vura bilirsiniz ki, bunları? Onların robotuna yatarını biz göydə vururuq. Biz elə alışmışıq ki, döyüşə. Quşuna bizim gözündən yayına bilmir. Əysək. Ermənilər bunları gəlib götürə bilər? Ömrü boyu. Niyə? Heç vaxt. Niyə? Onda gərək bizim bu bozqurtlar gərək burada olmasınlar. İndi xətrivə deyməsin, çox yerlərdə belə sözlər olub, amma sonra xəbər tutmuşuq ki, ermənilər gəlib tutulur. Bizim bu bozqurtlarda elə bir qeyrət var ki, hətta quşu gözündən vura bilirik. Bizim gözümüzdən heç nə yayına bilməz. Heç vaxt. İndi sənin bir ürək sözün var. Ürək sözüm budur ki, mən özüm bu kəndin oğluyam, amma Gəncədə yaşayıram, orada trolleybus idarəsində işləyirəm. Deməyim odur ki, qoy bütün hansı ki səhrət rayonlarında olan məsələn yaşayan adamlar qoy qeyrətə gəlsinlər. Desinlər ki, vətən qeyrət çəkmək lazımdır, qumar oynamaq yox, onun bunun bacısına, anasına, ya yoldaşına sataşmaq yox. Qeyrətə gəlmək lazımdır. İndi bax, sizcə bu təpənin gələcəyi nədir? Nə barədə də fikirləşir ki, bu indi qutardı da, əvvəl qutarıcı. İndi biz rot eləyik, gələcək bir şəhər sayılır. Yox, indi bu əgər biz bu, mən əminəm ki, biz bu müstəqilliyə bu nail oluruq. Nail olsaq, istəyərək ki, burada ömürlük zastaq olsun, vayedi sas olsun bura. Bu təpədə. Milli ordu burada yerləşsin. Biz neçək erməni var, biz varıq. Erməni qutardı, biz də qeyb açdıq. Hərə öz işimizdə gücümüzdə olur. Elə bana məsəl üçün siz erməni ilə qutarandan sonra nə işlə məşğul olacaqsınız? O gördüyün adamıdan avtobus xalpır eləydi. Bəs bu Azərbaycanda ümumiyyətcən də bu rəhbərlikdə, yuxarılarda olan çaxnaşma bir-birinin arasında, bu birliyin olmamağı barədə fikriniz sizin nədir? Biz burada bizə fikir söyləyə bilərik. Hal-hazırda məsələn, bütün Azərbaycanın Qəmlo demişkən, bu başı bəlalı kütlənin, üstünü qara bulud almış kütlənin, o qara buludu parçalamaqdansa birimizi parçalamağa başlamış. Nəyə lazımdır qardaş? Bu lazım gəlmir bizim. Bu dəqiqə bir dənə fikrimiz var ki, bizim erməni işğalçılardan özümüzü qorumaq
Laf yeri düşsə bozqurtlar kimi olana soxula bilərik. Biz bunu fikirləşməliyik ki, biz özümüzü qorumalıyıq hələ, torpağımızı qorumalıyıq, Qarabağ almalıyıq. Axı bizə nə lazımdır? Parçalanıb kimsə vəzifə üstündə, kimsə, bu lazım deyil bizə. Mən çox xahiş edirəm, hamımızı birəyə çağırın. Hələ bizə həmən o niyyətimiz var ki, Qarabağ alaq, bizə torpağımızı qoruyaq. Bunun üstündən mübahisə getməli bizim aramızda. Ki, niyə birləşməmişik? Ondan sonra inşallah bunun birləşdiyi bu məsələni həll eləyəndən sonra Allahın köməyindən hərə öz yerini tutacaq. İnsana bir dəfə həyat verilir. Gəl onu layiqli vur başa, dostum. Kimə yaxşı, kimə pis ad verilir, xeyirxah işlərlə dol yaşa, dostum. Ömrün layiqli vur başa, dostum. Yaxşını dost anar, yad anar dedim. Pis sözün atar, yad anar dedim. Ölən bilməz heyva yadanar dedim. Eylə bir aləmə tamaşa, dostum. Ömrün layiqli vur başa, dostum. Gecələr qondu mən aya baxdım. İlləri ötürdüm, mən aya baxdım. Aqillər sözündə mənaya baxdım. Can həsrət etmədim daş-qaşa, dostum. Ömrün layiqli vur başa, dostum. Əbədi deyildir canı heç kəsin. Mənəm demə kəsilər səsin. Həyat istədirsə vurar zərbəsin. Ayağa, bədənə həm başa, dostum. Ömrün layiqli vur başa, dostum. Ömür qüdrətliymiş o, təzə-təzə. Onu köhnətmişəm, hey gəzə-gəzə. Bu dostum üz tutub gedər gəlməzə. Sənsə yaşa dostum, sən yaşa dostum. Ömrün layiqli vur başa, dostum. Xeyirxah işlərlə dol yaşa, dostum. Beləliklə, əziz bozqurtlar, sizə can sağlığı və uzun ömür arzu edirəm. Ehtiyatlı olun dostlar. Ona görə ki, Azərbaycan xalqının ümidi sizin kimi oğullarıdır. Verilişə baxan erməni isə qulağını açıb eşitsin. Nə qədər ki Azərbaycanın belə oğulları var, özün öləsən ki, bu torpaqdan bir qarış da olsa ala biləsən. Yaşasın Azərbaycan xalqı! Eşq olsun bozqurtlara! Oldu, sağ olun. Sağ olun, sağ olun.